Hər kəsə salam. Bugün uğurla başa çatdırdığımız bir kommersiya mübahisəsi ilə bağlı qısa məlumat vermək istəyirəm. Deməli, bir kommersiya obyektinin, qeyri-yaşayış obyektinin təmiri ilə bağlı podrat müqaviləsində mübahisə yaranmışdı tərəflər arasında. Biz ilk olaraq mübahisəyə qoşulanda tərəflər arasında artıq danışıqlar başa çatmışdı. Yəni, məsələnin danışıqla həlli mümkün deyildi. Biz ilkin araşdırma zamanı burada işin içərisində dələduzluq cinayətinin elementlərini, əlamətlərini aşkar elədik və dərhal da hüquqlarını müdafiə etdiyimiz təşkilata bildirdik ki, biz bunu təklif edirik ki, cinayət qaydasında mübahisəni həll edək. Onlar isə bildirdilər ki, yox, bunu kommersiya mübahisəsi olaraq görürlər və o istiqamətdə işi təşkil etməyimizi bizdən xahiş etdilər. Belə də etdik və ilk növbədə özümüz müstəqil bir mütəxəssis dəvət etdik. Həmin mütəxəssis qarşı tərəfin gördüyü işləri, həcmini müəyyən etdi. Ondan sonra tərəflər arasında şifahi razılaşma və eləcə də müxtəlif WhatsApp yazışmalarından topladığımız sübutlar əsasında qiymətləri müəyyən etdik və hesabladıq ki, təxminən qarşı tərəfin 40 minə yaxın əlavə, belə deyək, görülməmiş işlərə görə aldığı bir pul var. Və bununla bağlı kommersiya məhkəməsində iddia qaldırdıq. Bundan sonra deməli məhkəmə tərəfindən yenidən ekspertiza təyin olundu, mütəxəssis dəvət olundu və eyni aşağı-yuxarı eyni həcmdə iş olduğu və eyni həcmdə ödənişlərin artıq alındığı orada da müəyyənləşdirildi. Bundan sonra artıq biz həmin o ekspert rəyini əsas götürərək və eləcə də qarşı tərəfə məhkəmə iclaslarında, məhkəmə prosesi zamanı suallar verərək qiymətlərin razılaşdırılmasını, formasını, eləcə də həcmini bir daha video çəkiliş altında müəyyən etməyə nail olduq, sübut etməyə nail olduq və artıq bugün olan sonuncu prosesdə də məhkəmə bizim xeyrimizə qərar qəbul etdi və hüquqlarını müdafiə etdiyimiz tərəfin qarşısına götürdüyümüz öhdəlikləri uğurla başa çatdırdıq, yerinə yetirdik. Burada podrat müqaviləsinə bağlı ilk öncə onu qeyd etmək istəyirik ki, müqavilədə çalışın, müqavilənin əlavəsində razılaşma protokolunda bütün işlərin növlərini göstərin, həcmini göstərin və onların qiymətlərini konkret göstərin. Çünki bizim əsas ciddi sıxıntılarımız o istiqamətdə oldu, sübutların toplanmasında çox böyük çətinlik çəkdik və hər mərhələ üzrə görülən işləri konkret ölçmələr apararaq özünüzün belə bir şirkət daxilində və yaxud da tanışınız bir mütəxəssis yoxdursa, kənardan bir mütəxəssis dəvət edin və işləri mütləq şəkildə ölçərək təhvil alın. Həm materialları, həm görülən işin sahəsini ölçərək təhvil alın ki, sonradan bax, bugün bizim rastlaşdığımız kimi çətinliklərlə, mübahisələrlə üzləşməyəsiniz. Bu cür fəaliyyətlə məşğul olan bütün şirkətlərə işlərində uğurlar arzu edirik.